Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib. Bununla bağlı vergi məcəlləsinə və sosial sığorta haqqında qanuna dəyişikliklər edilib. İndiyə qədər sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanlarına bəyan etməli və hesablanan vergiləri dövlət büdcəsinə ödəməli idilər. Vergi məcəlləsində edilən dəyişikliyə əsasən əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur. Həmin şəxslərin Dost Agentliyinin rəsmi internet saytı vasitəsilə əl işlərinin satışından əldə etdiyi gəlirdən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq. Bundan sonra əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən həmin agentlik tərəfindən xərclər çıxılmadan 2% həcmində ödəmə mənbəyində vergi tutularaq vergi orqanına bəyan ediləcək. Bununla da bu şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq.